Hörmətli məktəb direktorları, təhsil şöbəsi və cənab nazir Emil müəllim Əmrullayev, sizə səslənirəm müstəqil ölkənin vətəndaşı kimi və bir şagirdin valideyni kimi. Emil müəllim və təhsil şöbəsi və direktorlar, hamınıza da sualım. Ölkəmizin dünyaya inteqrasiya elədiyi bir vaxtda cənab prezidentimizin təhsilə, qayğısı və diqqətinə baxmayaraq bizim bu 0 dərəcədə olan təhsillə bizim bu evlatlar necə inkişaf eləsin, necə dövlətinə qayğı göstərsin, necə bu xalqa xidmət eləsin? Yəni mənim sualıma cavab verin, çox xahiş edirəm. Bugünkü gün harda görülüb ki, dünyanın hansı bir təhsilində var ki, xarici dilin əlifbanı keçmədən onun dərsliklərinə sözlər, suallar və yaxud da digər bir şeylər verilsin, tapşırıqlar verilsin. Bunu təbii ki, məlum məsələdir ki, bunu uşaq yazmayacaq. Bunu ötürüblər, müəllim öz boynundan atıb, ötürüb, dərslik verib, güya ki. Dərslik verib və bunu da valideynlər yazır. Şəxsən mənim öz yazılarımdır. Burada yazıb kraska boyalar. Bunların hamısını özüm yazmışam. Yaxşı, tutaq ki, birinin anlayışı yoxdur, rus dilini bilmir. Heç deyək ki, internetdən anlayışı yoxdur. Bu dərslikləri hardansa internetdən girib öyrənməyə. Bunun uşağı şikəst olmalıdır. Və yaxud da mənim bir imkanım var, tutaq ki, mən qoyuram repetitor yanına, müəllim yanına, uşağa əlavə dərs keçilir. Birinin də yoxudur, imkanı yoxdur. O neynəməlidir, onun da uşağı şikəst qalmalıdır. Və yaxud da mən əgər bunu keçirəmsə, mən evladıma mən hazırlayıramsa bunları, onda bir dənə də əlavə valideynlər üçün gündəlik tətbiq edin. Təhsil sahəsində gündəlik tətbiq edin və valideynlərə qiymət yazın. Uşaq da qalsın qıraqda. Bu valideynlərin əziyyətinə hayfınız gəlmirsə, onlara yazığınız gəlmirsə, heç olmasa bu balalara yazığınız gəlsin. O uşaqlar məktəbdən yorğun çıxırlar, gəlirlər. Əlavə də gelirlər dərsliklərə, hazırlıqlara gedirlər. Bu körpə uşaqlara yazığınız gəlsin. Yəni biz bu cür inkişaf istəmirik. Biz inkişafı başqa cür istəyirik. Hansı ki, cənab prezidentimizin, dövlətimizin ayırdığı diqqəti biz sizdən tələb edirik. Allah xalqımızı, dövlətimizi qorusun. Xahiş edirəm, bu haqda tədbir görün.